99-cu ildə demək Gürcüstan istiqamətində bizim ona qərb ixrac boru kəməri deyirdilər. İlk kəmərimiz demək tikildi. Gürcüstanla. Bəli, Sanqaçal terminalından demək Subsa terminalı, o da Potinin 7 kilometrliyindədir. 830 kilometrdir. O ilk dəfə xarici şirkətlərin, xarici texnologiyanın demək tətbiq olunması ilə Azərbaycanın müstəqillik illərində tikdiyi ilk ixrac neft kəməri idi. Buraxıcılıq qabiliyyəti 5 milyon ton idi. Ancaq sonradan modernizasiya edildi. 50%, yəni 7,5 milyon tona qədər artırıldı. Çünki neft həcmləri kifayət qədər çox idi. Onu çıxartmaq, bazara çıxartmaq üçün Bakı-Tiflis-Ceyhan da bir qədər ləngidi. Təqribən il yarım. Ona görə bax onda onun layihə gücünü artırdılar və hətta orada belə bir şey olmuşdu. O tikilən zaman hələ 90-larda yenə xərcləri azaltmaq üçün dedim axı Gürcüstanın hissəsində boru kəmərinin bir qismi qalmışdı. Elə o boru kəmərindən istifadə etmişdilər. Ondan sonra bu güclü, daha böyük həcmdə neft göndərmək lazım idi. Onun riski artdı ki, bax bu ona görə orada o həmən hissələri köhnədən qalan. Onu yenilədilər. Onu yenidən Yaponiya istehsalı olan borularla əvəz elədilər.